Hər birinizi salamlayıram əzizlər. Bir daha sizi burada görmək çox xoşdur. Uzun zamandır sizinlə canlı yayım etmirdik. Ona görə də bugün çox həyecanlıyam. Suallarınızı gözləyirəm. Sizin üçün söhbət etmək istədiyim mövzular var və istəyirəm ki, bugün biz biraz daha dərinə gedək. Uzun zamandır biz canlı yayımlarımızda biraz səthi danışırdıq. Amma istəyirəm ki, bugün sizə reallıqlar haqqında danışım. Bugün bizim maraqlı mövzularımız var. Mən uzun zamandır Instagramda və Telegramda sizinlə sual-cavablar edirəm, suallarınızı alıram. Bizim fevral ayında klubumuz oldu və mən analiz etdikdə gördüm ki, mənim izləyicilərim üçün əsas hal-hazırda nə lazımdır, nəyi bilməlisiniz və bundan sonraki addımlarınızda necə davranmalısınız. İndi mənə qeyd edərsiniz, zəhmət olmasa səsim yaxşı gəlirmi, hər bir şey yaxşıdırmı, biz başlaya bilərikmi, internet yaxşıdırmı? Əsas bu. Mən də sizi salamlayıram. Çox sevinirəm ki, harda olmağınızdan asılı olmayaraq məni dinləyirsiniz. Ona görə də əlbəttə ki, sizə nə qədər dəyər verdiyimi bugünkü təlim vasitəsilə görəcəksiniz. Ən maraqlı mövzulara toxunacağam. Xanımlarımız hələ başlamamışdan suallara başladır. Əla. Gəlin vaxt itirmədən başlayaq əzizlər. Aramızda görürəm ki, yeni xanımlarımız var. Sizləri də salamlayıram. Mən Zeynəb Haqverdiyeva. Ailəliyəm. 3 körpə övladım var. Hal-hazırda münasibət koçu olaraq çalışıram. Bu kanal bizim ödənişsiz kanalımızdır. Bol-bol istifadə edə bilərsiniz. Suallarınızı yönləndirə bilərsiniz. Burada ödənişsiz canlı yayımlarımız da olur. Çox vaxtı hədiyyələrimiz də olur. Hər birisi sırf sizin öz münasibətiniz üzərində işləməyiniz üçündür. Bugün isə biz münasibət üçbucağından danışacağıq. Yəni ki, kartman üçbucağından danışacağıq. Bu nə deməkdir və bu bizim həyatımıza necə təsir edir? İstəyirəm ki, məni diqqətlə dinləyəsiniz. İlk öncə mən istəyirəm ki, kartman üçbucağında siz biləsiniz ki, 3 rol var. Xanımların və bəylərin münasibət zamanı oynadığı 3 rol. Mən davamlı münasibət haqqında danışıram, amma hər zaman vurğulamışam, siz mən danışdıqlarımı mütləq əgər iş sahəniz varsa, hansısa bir biznesiniz varsa və yaxud da ki, sağlamlıq tərəfdə və yaxud da ki, rəfiqələriniz tərəfdə münasibət hər şey deməkdir. Mən nəyə görə sırf münasibətlər üzrə işləyirəm sizinlə, digər sahələrdə də çox gözəl təhsillər almışam və çox yaxşı bilirəm. Amma mən bilirəm ki, münasibət bizim həyatımızın mərkəzidir. Bizim münasibətimizin necə olması həyatımızın bütün sahələrinə təsir edir. Həmçinin də ki, indi mənim burada danışdıqlarım rollar sizin həyatınızın digər sahələrinə də təsir edir. Ona görə diqqətlə dinləyin və analiz edin. Dəftər qələmləri mütləq götürün, qeyd edin. Bugün mən sizi analiz edəcəm və siz görəcəksiniz ki, hal-hazırda hansı rolları oynayırsınız öz həyatınızda və bu rollar sizə necə təsir edir. İlk öncə istəyirəm ki, kartman üçbucağında olan rollardan danışım. Bu qurban roludur, xilaskar roludur, aqressiya roludur. Biz uşaqlıqdan valideynlərimiz tərəfindən bu üç rolu görürük. Bu üç rol tərəfindən böyüyürük və böyüdükdən sonra da bu üç rolu həyatımızda icra etməyə başlayırıq. Bunlardan ən birincisi qurban roludur. Qurban rolundakı xanımlar necə olur? Mən istəyirəm ki, bunları qeyd edim, siz də baxasınız. Bunlar sizdə varmı? Onu qeyd edim ki, kartman üç bucağının üç rolu da sizdə ola bilər. Ola bilsin ki, münasibətinizdə davamlı qurban rolunda ola bilərsiniz. İşinizdə xilaskar rolunda ola bilərsiniz. Rəfiqələrinizlə aranızda aqressiya rolunda ola bilərsiniz. Sırf bu üç rol arasında gedib gəlirsiniz. Və sırf bu üç rola o qədər sizin enerjiniz gedir ki, bu rollardan çıxıb öz həyatınızı qura bilmirsiniz. Düşünün ki, siz hələ də bir uşaqsınız, bu rolların içində qalıbsınız, bu rolların içində gəzirsiniz, orada özünüz üçün bir oyun alanı yaratmışsınız və buradan çıxmadığınız üçün hal-hazırda yaşamaq istədiyiniz həyatı, yaşamaq istədiyiniz münasibəti qura bilmirsiniz. Çünki siz hələ də oyunun içərisindəsiniz. Bunlardan ən birincisi qurban roludur. Qurban rolu bunların içində demək olar ki, ən təhlükəlidir. Çünki qurban rolunda xanımlar necə olur? Davamlı şəkildə fədakarlıq edir. Davamlı şəkildə özünü insanlara qurban verir. O xanımların heç vaxt sərhəddi olmur. Nə münasibətində sərhədləri düzgün şəkildə qura bilmir. Davamlı şəkildə insanlar əsasən də partnyorun sərhəddini pozur. Davamlı şəkildə xəyanətə uğrayır. Davamlı şəkildə aldadılır. Davamlı şəkildə ikinci plana atılır. Görməzdən gəlinir, tərk edilir. Davamlı şəkildə ignor edilir. Baxın, bunların hər birisi qurban rolunda olan xanımların həyatında baş verir. Nəyə görə? Çünki o qurbandır. Nəyə görə? Çünki o
uşaqlıqda ana atasının sevgisini qazanmaq üçün bu rola bürünübdür. Və hal-hazırda böyüdükdə də başqa insanları da ana atası kimi görür. Və onların sevgisini qazanmaq üçün nə edir? Mənim sizin sevginizə ehtiyacım var. Mən çox çarəsizəm. Mən heç bir şey edə bilmirəm. Həyat mənim üçün çox çətindir. Heç kim mənim üçün heç bir şey etmək istəmir. Baxın, əgər partnyorunuzla münasibətdə davamlı qurban roluna düşürsünüzsə, qarşı tərəf sizi görməyəcəkdir. İsteklərinizi etmək istəməyəcəkdir. Davamlı şəkildə istəyəcəksiniz və yaxud da ki, ümumiyyətlə istəyə bilməyəcəksiniz. Düşünəcəksiniz ki, mən istəsəm günahkar hiss edəcəm özümü və yaxud da ki, qarşı tərəf onsuz da qarşılamayacaqdır. Ümumiyyətlə, qarşı tərəf məni görməzdən gəlir, ehtiyaclarımı görməzdən gəlir, mənim üçün heç bir şey etmək istəmir. Mənim həyatım belədir, qismətim belədir, nə etsəm də məndə alınmır. Həmçindəki işinizdə də, müştərilərinizlə olan kommunikasiyada da bu belədir. Müştərilər məni görmür, müştərilər məndən heç bir şey almaq istəmirlər, mən pul qazana bilmirəm. Əsasən də pulla olan münasibətiniz. Mən bugün istəyirəm ki, pulla olan münasibətinizə də fürsətdən istifadə edib baxasınız. Pulla hansı rol oynayırsınız? Siz pula nəzərən qurban rolundasınızsa, pul sizə heç vaxt gəlməyəcəkdir. Siz davamlı şəkildə nə istəyəcəksiniz? Mən oturum, hardansa pul gəlsin. Sizin şüur altınızda bu var. Və yaxud da ki, mən nəsə özümü qurban verim, nəsə mübarizə aparım, nəsə çox çalışım ki, pul mənə gəlsin. Partnyor mənim yanıma gəlsin. Rəfiqələrim məni sevsin. Davamlı şəkildə sağlamlığım üçün mübarizə aparıram. Davamlı şəkildə nələrsə qurban verirəm sağlamlığımla, bədənimlə. Çünki niyə? Çünki mən qurban rolundayım. İndi mənə bildirin görüm kimlər bu roldadır və hansı münasibət sxemlərində bu rollara düşürsünüz. Aha, mən pula nəzərən qurbanam. Bəli, qurban rolunda olanları pul sevmir, pul onlara yaxınlaşmır. Çünki pul öz məsuliyyətini öz üstünə alan xanımları sevir, həmçindəki bəyləri. Nəyə görə? Çünki siz qurban roluna girdikdə, bu qurban rolunda dediyim kimi arxaya çəkilirsiniz, hər şeyi pulun üstünə atırsınız. Pul olsa hər şey yaxşı olacaqdır. Partnyorum olsa hər şey yaxşı olacaqdır. Partnyorum mənim üçün hər şey edəcəkdir. Və yaxud da ki, pul olsa həyatımda hər bir şey qaydasına düşəcəkdir. Biz özümüzə fokuslanmırıq. O bu mənim üçün bunu etsin, bu mənim üçün bunu etsin. Niyə? Biz gözləyirik ki, əziz ana və ata, çox xahiş edirəm, gəl mənim üçün bunu et. Mən heç bir şey etmək istəmirəm, mən uşaq pozisiyasında qalmaq istəyirəm, gəl mənim üçün bunu et. Və xanımlarımız çox zaman nə edir? Öz üzərlərində bunun üçün işləmək istəmirlər. Hal-hazırda mənim pulum yoxdur. Yox, hal-hazırda qoşula bilmirəm. Yox, güvənə bilmirəm. Yox, partnyorum mənim üçün heç nə etmir. Mən necə başlayım? Və s. səbəblər gətirirlər. Yox, mən bir şey addım atıram, alınmır. Onsuz da mənim həyatımda heç bir şey dəyişməyəcəkdir. Davamlı şəkildə özümüzü qurban rolunda saxlayırıq. Qurban rolunda olan insanların həyatında nə yaxşı partnyor olmur, sizi sevən, sizə dəyər verən, sizi görən, davamlı şəkildə ignor edilirsiniz. Pul tərəfindən, rəfiqələriniz tərəfindən, rəfiqələriniz sadəcə sizdən enerji alır. Əgər qurban rolundasınızsa, rəfiqələriniz sizdən enerji alır. Çünki siz onlar üçün fədakarlıqlar edəcəksiniz. Siz davamlı şəkildə onların sevgisini necəsə qazanmağa çalışacaqsınız. Rəfiqələriniz isə sizdən istifadə edəcək. Və yaxud da ki, bir müddətdən sonra sizin yanınızda qalmayacaq, sizdən uzaqlaşacaq. Həmçindəki partnyorunuz gələcək görəcək, siz qurban rolundasınız. Siz əsl qadınlığınızı, əsl enerjinizi ortaya qoya bilmirsiniz. Çünki enerjiniz davamlı şəkildə axır qurban roluna. Əlbəttə ki, həyatınızdakı bəy belə bir partnyor istəmir öz həyatında. Çünki o nə istədiyini çox yaxşı bilir. O gəlib görəcək ki, o hiss edəcək ki, sizin enerjinizdən. Siz qurban rolundasınız. Qurban rolundakı xanımlar necə olur? Davamlı şəkildə partnyordan asılı olur. Asılı vəziyyətdə. Mənim üçün bunu et, onu et və yaxud da ki, davamlı şəkildə nəzarət, davamlı şəkildə belə deyim, problemlər, yəni belə xaoslu bir enerji ötürürsünüz qarşı tərəfə. Qarşı tərəf də əlbəttə ki, bu enerjini sizdən almamaq üçün sizdən uzaqlaşacaqdır. Əgər evlisinizsə, başqa xanımların yanında özünü tapacaqdır, çünki ona xoş bir enerji lazımdır. Negativ bir enerji ötürürsünüzsə qarşı tərəfə, o mütləq ki gedəcəkdir. Mütləq ki necəsə başqa qadınların yanında olacaqdır. Ona xoş enerji lazımdır. Əgər bu xoş enerjini siz ötürmürsünüzsə, başqa tərəfdən bunu alacaqdır. İstər partnyorunuz olsun, istər həyat yoldaşınız olsun. İndi qurban rolunda necə çıxacağımız haqqında da sonda məlumat verəcəm. Siz qeydlərinizi götürün. Qurban rolunda olduqda sizdə hansı situasiyalar baş verir, hansı sxemləri yaşayırsınız, əsasən hansı münasibət sxemlərində.
Qurban roluna düşürsünüz. İkinci bir məsələmiz xilaskarlıq roludur. Mənim ən çox sevdiyim və mənim də özümün uşaqlıqdan büründüyüm xilaskarlıq rolum. Hal-hazırda nəyə görə sevdiyim deyirəm, hal-hazırda işimi qurmağıma səbəb olan, hal-hazırda bu yerdə olmağıma səbəb olan xilaskarlıq rolu. İlk öncə onu qeyd edim ki, bu rolları siz enerjinizi itirmək üçün də, həyatınızı məhv etmək üçün də sərf edə bilərsiniz. Bu rolların gücünün fərqində olub bunu öz gücünüzə də çevirə bilərsiniz. Sırf bugün mən bu mövzu haqqında danışacağım. Çünki görürəm ki, xanımlarım kartman üçbucağına girir. Aqressiya, xilaskar və yaxud da ki, qurban orada oyun oynayırlar, enerjilərini dağıdırlar, həyatlarında heç bir şey yarada bilmirlər. Amma belə bir üçbucaq bizim həyatımızda nəyə görə var? Çünki bizdə olan duyğuların heç biri boş yerə deyil. Əgər həmin o duyğulardan biz doğru şəkildə istifadə edərsək, o duyğular bizi yüksəltmək üçündür. Amma necə istifadə etməliyik? Ya bizi məhv etmək üçün istifadə edəcək, ya da ki, bizi yüksəltmək üçün. Əvvəllər mən uşaqlıqdan bəri ta 22 yaşıma qədər, 23 yaşıma qədər xilaskarlıq rolunda davamlı şəkildə olmuşam. Münasibətdə, biznesimdə və digər rəfiqələrimdə əsasən də və bu mənim həyatımı məhv edibdir. Nə vaxta qədər ki, mən bu rolun həqiqətən də gücünün fərqinə vardım. Bu rolu öz işim üçün, öz biznesim üçün, öz ailə münasibətim üçün, öz rəfiqələrimlə olan ünsiyyətim üçün etməyə başladım istifadə. O zamanda mənim həyatım 180 dərəcə dəyişməyə başladı. Xilaskar rolundakı qadınlar necə olur? Xilaskar rolundakı qadınların həyatındakı bəylər hər zaman zəif, hər zaman kasıb, hər zaman dəstəyə möhtac insanlar olur. Bəs biz həyatımızda belə bir bəylər istəyirikmi? Əlbəttə ki, xeyr. Biz necə bəy istəyirik həyatımızda? Əlbəttə ki, öz məsuliyyətini götürə bilən, öz işini bilən, zəngin, ən azından istədiyi ehtiyacı olan məbləği qazanan, bizim üçün davamlı şəkildə dəyər verən, bunu necəsə göstərən bəylər istəyirik. Bizim sərhədlərimizə hörmət edən. Amma əgər biz xilaskar rolundayıqsa, uşaqlıqdan davamlı şəkildə ana atamızı necəsə xilas etməyə çalışmışıqsa, atamızı davamlı zəif biri, kasıb biri olaraq görmüşüksə və yaxud da ki, davamlı şəkildə içimizdə atamıza qarşı aqressiya olubsa, anamızı xilas etməyə çalışmışıqsa, biz xilaskar roluna bürünürük. Və bu zaman bizim həyatımızda nə baş verir? Həyatımıza zəif kişilər gəlir. Münasibətimizdə ən güclü kişilər gəlsə belə, bizim yanımızda zəifləyirlər. Heç nəzər yetiribsizmi? Elə insanlar olur ki, digər xanımın yanında çox zəif olur. Xanım bütün məsuliyyəti öz üzərinə götürür, hər bir şeyi edir, bütün problemləri həll edir, evin bütün ehtiyaclarını ödəyir, hər bir şeyi qarşılayır. Amma həmin bəy gedir başqa xanımın yanında. Hansı ki, onun yanında zəif idi və heç bir şey edə bilmirdi, gəliri də yaxşı deyil. Amma kənara başqa xanımın yanına gedəndə onun yanında hər şey edə bilir. Onun yanında çox güclü olur. Onun yanında davamlı şəkildə qazancı artır. Həmin xanım ondan istədiyi hər bir şeyi ala bilir. Amma bu xanım xilaskardır. Mən çox güclüyəm. Yox, mən özüm hər bir şeyi idarə edəcəm. Mənim heç kimə ehtiyacım yoxdur. Psikada düşünür ki, mənim partnyorum, sevgilim, həyat yoldaşım zəif biridir. O mənim köməyimə möhtacdır. Niyə? Daxildə düşünür ki, mənim atam zəifdir. Ona görə də davamlı şəkildə həyatına zəif partnyorlar çəkir və yaxud da ki, güclü partnyorlar gəlsə də onu zəifləşdirir. Müştərilərdə bu necə olur? Biznesiniz, işiniz varsa buna da mütləq diqqət yetirin. Bu şəkildə də pul sizə gəlmir. Nəyə görə gəlmir? Çünki siz insanları xilas etməyə çalışırsınız. Hal-hazırda mən burada ödənişsiz sizin üçün təlim edirəm. Əgər mən bunu xilaskarlıq rolumla etsəm, bu duyğuma görə hərəkət etsəm, burada sizin sevginizi qazanmaq üçün hal-hazırda sizin üçün nəsə etməyə çalışıram ki, sırf məni sevəsiniz. Amma hal-hazırda mən bunu sadəcə sizin ehtiyacınızı görürəm, sizə fayda ötürürəm və əlbəttə ki, bunun qarşılığını da alıram. Bu doğru sxemdir biznesdə. Ailədə də həmçinin sənin bir qadın olaraq ailədə və yaxud da ki, partnyorunla münasibətində vəzifən nədir? Sadəcə qarşı tərəfə enerji ötürmək, qarşı tərəfi xilas etmək, kontrol etmək, davamlı şəkildə idarə etmək, onun üçün hər şeyi etmək. Nə bilim, bir çox sevgililər var ki, xanımlarımız bəyə hələ sevgili münasibətindədir, qazanıb pul ötürür. Bəyin ehtiyaclarını ödür. Bu tam da bir xilaskarlıq roludur.
Və biznesinizdə də siz davamlı şəkildə müştəriləri qazanmaq üçün, sevgisini qazanmaq üçün onları xilas etməyə çalışırsınızsa, müştərilər daha da sizdən qaçır. Çünki onlar ürəklərində və daxillərində hiss edirlər ki, mən sənin valideynin deyiləm. Onları xilas etmək lazım deyil. Əgər mən bugün burada sizi xilas etməyə çalışsam, burada olmayacaqsınız. Çünki mən sizə bu sayədə negativ enerji ötürəcəm. Və yaxud da ki, elə xanımları bura çəkəcəm ki, sırf qurban rolunda olan, çarəsiz, heç bir şey edə bilməyən, kimdənsə nəsə gözləyən xanımlar. Biz xilaskar rolunda olduqda davamlı şəkildə bizim partnyorumuz qurban rolunda olur, zəif olur, qazana bilmir, öz gücünü ortaya qoya bilmir, münasibəti əlinə ala bilmir. Ona görə də davamlı şəkildə biz özümüzü idarə etməyimiz yetmirmiş kimi partnyorumuzu da idarə etməli oluruq və bütün enerjimiz gedir. Partnyorumuzu işindən xilas etməli oluruq. Daha sonra, əgər qaynana, baldız münasibətləri olursa, davamlı orada kontrol etməli oluruq. Çünki partnyorumuz öz məsuliyyətini öz üzərinə ala bilmir. Və əgər plusdakı uşaqlarınız varsa, nə baş verir? Siz artıq uşaqlarınızı da xilas etməli olursunuz davamlı şəkildə partnyordan. Siz nə edirsiniz? Xilaskar necədir? Bütün yükləri öz üzərinə götürür. Uşaqlıqda ana atasının yüklərini öz üzərinə götürüb, bacı qardaşının yüklərini öz üzərinə götürübdür. Böyüdükdə rəfiqələrinin yüklərini öz üzərinə götürür. Davamlı şəkildə rəfiqələrinin sevgisini qazanmaq üçün nələrsə etməyə çalışır, nələrsə verməyə çalışır. Onun da yanına davamlı şəkildə qurban rolunda olan rəfiqələr gəlir. Evlənir, davamlı şəkildə partnyorunu xilas etməyə çalışır, partnyorunun qohumlarını xilas etməyə çalışır, partnyorunun davamlı şəkildə ailəsi üçün nəsə etməyə çalışır, buradan öz ailəsi üçün nəsə etməyə çalışır. Elə insanları bilirsiniz, necə insanlar tapır. Davamlı şəkildə onların ətrafında xəstə, onlara möhtac olan, sırf onların o daxildəki duyğularını doydursunlar deyə. Mən xilaskaram, mənim ətrafımda xəstə, mənə möhtac insanlar var, mən onları xilas edirəm, mən bu cür onların sevgisini qazanıram. Şüuraltı tam da bu cür fikirləşir və bu şəkildə mən öz ana atamı xilas edirəm. Enerji şüuraltı tamam başqa bir şeyə işləyir. Biz isə reallıqda tamam başqa bir şey düşünürük. Niyə mənim pulum olmur? Mən artıq bu qədər yaşımdayam, həyatımda heç bir şey yoxdur, partnyorlarımla düzgün münasibət qura bilmirəm, ailə vəziyyətim bərbad bir vəziyyətdədir, davamlı stresli, davamlı təşvişli, qaça-qaçda nə edəcəyimi bilmirəm, hər şeyi mən edirəm, bütün yüklər mənim üzərimdədir və bu roldan çıxa bilmirsiniz. Qalırsınız uşaqlığınızdakı kimi bu rolların içində. İndi mənə deyin görüm, bu hansınızdadır? Və kimlərdə daha çoxdur? Xilaskarlıq rolu. Bura qədər anlaşıldımı? Bura qədər qurban rolu və xilaskarlıq rolu haqqında hansı suallarınız var? Çünki birazdan aqressiyaya keçəcəm. Əla. İndi keçirik digər əsas aqressiya rolumuza. Biz əgər xilaskar rolundayıqsa, bizim yanımızda davamlı şəkildə aqressiya rolunda olan insanlar olur. Aqressiv insanlar. Əgər qurban rolundayıqsa yenə olur. Bunun əsas səbəbi, əgər biz özümüz aqressiya roluna keçmişiksə, bu nə deməkdir? Uşaqlıqdan bizim daxilimizdə çox-çox böyük bastırılmış ana ataya doğru qəzəb var və o bizim boğazımızda düyümlənib yığılıb, zob xəstəliyi və bir çox problemlər, boğazda yaranan problemlər, ürəkdə yaranan problemlər hamısı aqressiyadan ortaya çıxır, bastırılıb çıxarda bilmirəm və yaxud da ki, doğru şəkildə çıxarda bilmədiyim üçün bu aqressiyanı davamlı şəkildə rəfiqələrimə göstərirəm, partnyoruma göstərirəm, işimdə, biznesimdə istifadə edirəm. Bu zaman nə baş verir? Hər kəs bizdən qaçır. Münasibətdə partnyorumuz bizə yaxınlaşmaq istəmir. Niyə? Çünki biz münasibətdə bəyləri, istər münasibətiniz olsun, istər olmasın, digər kişiləri davamlı şəkildə əzməyə çalışırıq. Bütün kişilər sanki bizim atamızdır. Bizim də daxilimizdə atamıza qarşı aqressiya var axı. Uşaqlıqda nəyəsə görə ona əsəbləşmişik. Nə baş verir? Bizdə mübarizə baş verir. Biz münasibət qurmaq istəyirik partnyorla. Həyatımızda bir bəy olsun istəyirik. Ona yaxınlaşırıq. Yaxınlaşarkən biz nə bilirik? Sadəcə aqressiv olmağı bilirik. İstər-istəməz qarşı tərəfi başlayırıq əzməyə. Qarşı tərəfin sərhədlərini pozmağa. Qarşı tərəfin
Bu şəkildə sevgi qazana bilirik əslində. Düşünürük ki, mən bu cür davransam sevgi qazanacam. Və partnyor əlbəttə ki, bizim yanımızda görür ki, əzilir. Kişilər bunu çox yaxşı hiss edir. Əgər kişilər qurban rolundadırsa, bəli, sizin yanınızda qalacaqdır. Amma sizə qurban rolunda kişilər lazımdırmı? Bu da bir muammadır. Çünki sizə zəif kişilərmi lazımdır, yoxsa həqiqətən güclü kişilərmi istəyirsiniz siz həyatınızda? Siz münasibəti kontrol etməkmi istəyirsiniz, yoxsa sizin münasibətiniz kontrolda olsun? Siz təslimiyyətdə olasınız, rahat olasınız, axışda olasınız, istədiyiniz hər bir şey edilsin. Siz daima şəkildə görüləsiniz, seviləsiniz, dəyər görəsiniz. İlk öncə təyin etməlisiniz ki, siz hansı münasibəti istəyirsiniz. Aqressiya rolunda kişi bir müddətdən sonra sizdən uzaqlaşır. Və yaxud da ki, başlayır burada mübarizə. Əgər onun da daxilində aqressiya rolu çoxdursa, bu zaman başlayır mübarizə və o da dava edir, siz də dava edirsiniz, davamlı şəkildə mübahisələr, bir-birinizi anlamırsınız, heç başa düşmürsünüz. Sadəcə enerjiniz bir-birinizi çəkir. Deyirsiniz, o hansı ki insanlar, xanımlar deyir ki, biz partnyorumuzu çox sevirik, amma 2 gündən bir dalaşırıq. Nə vaxt bir yerdə olsaq mübahisələrimiz olur. Çünki siz bir-birinizə yaxınlaşan kimi aqressiya hiss edirsiniz. Kişi elə düşünür ki, bu anasıdır, qadın elə düşünür ki, bu atasıdır. Başlayır bir-biri ilə dalaşmağa. Sonra da bizim niyə münasibətimiz yaxşı alınmadı? Sonra da niyə qarşı tərəf mənə dəyər vermir? Əgər siz davamlı şəkildə qarşı tərəfi əzirsinizsə, o insandan necə dəyər gözləyə bilərsiniz? Əgər siz davamlı şəkildə qarşı tərəfin sərhədlərini pozursunuzsa, onun sizin sərhədlərinizə hörmət etməsini necə gözləyə bilərsiniz? Suallarınıza da cavab verəcəm. Narahat olmayın. Sadəcə əsas mövzuları indi danışmaq istəyirəm. Təyin edə bildinizmi? Sizdə hansılar daha çoxdur? Bilirəm, bəli, hər üçü də var. Məndə də hər üçü var idi. Mənim üçün ən uyğun olanı götürdüm. Hal-hazırda öz həyatımda dediyim kimi istifadə edirəm. Aqressiyamı nə üçün istifadə edirəm? Bəli, mənim də daxilimdə bastırılmış aqressiya var idi uşaqlıqdan ana-atama qarşı. Bunu texnikalar, praktikalar vasitəsilə, sessiyalar, təlimlər vasitəsilə çıxartdım. Geri qalanını isə mən aqressiyamı nə üçün istifadə edirəm? Başqalarının sərhədlərini pozmaq üçün yox, öz sərhədlərimi qurmaq üçün. İşimdə, biznesimdə aqressiya rolu mənə çox lazımlıdır. Çünki əgər mənim daxilimdə aqressiya olmasa, heç vaxt mən hərəkətə keçə bilmərəm. İstədiyim məqsədlərimə çata bilmərəm. Məsələn, mən qarşıda görürəm ki, çox gözəl belə bir məqsədinə çatmış bir xanım var. Mən nə edirəm? Daxildə aqressiya oyanır, hərəkətə keçirəm, uşaq pozisiyasında qalmıram. O aqressiyanı ora-bura dağıtmıram, gedib partnyorumu incitmirəm. Partnyoruma demirəm ki, niyə bizim pulumuz yoxdur? Niyə sən mənim üçün heç bir şey etmirsən? Sən mənim üçün hər şey etməlisən. Nə aqressiyaya çevrilmirəm, nə qurban roluna düşmürəm. Və yaxud da ki, gedib sevgilinizə demirsiniz ki, aqressiyanı düzgün şəkildə istifadə etdikdə. Mənə bunu almalısan, mənə onu etməlisən, sən heç nə etmirsən, sən heç nə bacarmırsan, mən səni istəmirəm, mən həyatımda daha güclü partnyor istəyirəm və s. və s. Qarşı tərəfə aqressiyanı tökmürük. Uşaq pozisiyasında qalmırıq. Daxilimizdəki aqressiyanı öz məqsədlərimiz üçün istifadə edirik. Elə düzgün şəkildə istifadə edirik ki, partnyordan gedib nəsə istədikdə partnyor bizim çox gözəl istəklərimizi yerinə yetirir. Çünki aqressiyamızı normal şəkildə qarşı tərəfə ötürürük. Onda bir aqressiya oyadırıq, enerji oyadırıq və o gedir qazanır, bizim istədiyimizi bizə gətirir. Və yaxud da ki, bizim öz məqsədimiz varsa, bizim öz biznesimiz varsa, biz bunu aqressiyanı doğru şəkildə istifadə edirik, gedirik məqsədimizə çatırıq. Və yaxud da ki, xilaskar rolunda. Əgər sizdə xilaskar rolu çoxdursa, deməli sizin liderlik qabiliyyətiniz var, rəhbərlik qabiliyyətiniz var, idarə etmə qabiliyyətiniz var. Belə insanların çox gözəl biznesləri olur mənim kimi. Çox böyük şirkət aça bilirlər, biznes qura bilirlər. Siz bu bacarığı, bu duyğunu özünüzü məhv etmək üçün mü istifadə edirsiniz, yoxsa özünüzə biznes qurmaq üçünmü? Və yaxud da ki, gözəl bir karyera qurmaq üçünmü, gözəl bir vəzifə qurmaq üçünmü istifadə edirsiniz? Mən bilirəm ki, mənim liderlik bacarığım var. Mən çox gözəl insanları kontrol edə bilirəm. Çox gözəl idarə edə bilirəm. Çox gözəl şirkət idarə edə bilirəm. Çox gözəl rəhbərlik edə bilirəm. Buna görə də mən bunu doğru şəkildə ilk öncə ailəmdə uşaqlarımı idarə etmək üçün sərf edirəm. Onları kontrol edirəm.
Partnyorumu doğru şəkildə yönləndirirəm ki, o hər zaman qazansın, hər zaman motivasiya və enerji alsın məndən, hər zaman qabağa getsin, daha da güclü biri olsun və həmçində ki, öz işimdə, öz biznesimdə özümü və mənim müştərilərimi, komandamdakı xanımları, komandamdakı işçiləri idarə edərək öz biznesimi böyüdürəm. Anlaşıldımı? Baxın, doğru şəkildə istifadə etdikdə bu olur. Qurban rolundakı xanımlar, hansı ki hal-hazırda görürsüz ətrafınızdakı bir çox xanımlar ki, partnyorlarından nə istəsə ala bilirlər. Həmin o xanımlar qurban rolunu düzgün şəkildə istifadə edə bilən xanımlardır. Əlbəttə ki, bu artıq qurban rolu deyil. Bu artıq o roldan çıxıb. Sadəcə o həmin bacarığı hansı ki əvvəllər sırf onu istifadə edirdi. Doğru yollarla istifadə etməyib, anasının, atasının sevgisini qazanmağa çalışırdı. Artıq onu doğru şəkildə istifadə edərək partnyoruna enerji verir və partnyoru onun üçün hər şey edir. Partnyoru onun üçün hər bir şeyi alıb gətirir, onun ehtiyaclarını ödəyir. Hı -hı. Əla, tənzimləyə bilirsinizsə çox-çox gözəl. Amma ki, istəyirəm ki, biraz da illüziyalardan çıxaq. Nə qədər tənzimləyə bilirik və bu bizim həyatımıza necə bəhrə verir? Əgər sizin həyatınızda hələ də heç bir şey yoxdursa, fərqində olmadan tənzimlədiyinizi düşünürsünüzsə, əlbəttə ki, deməli hansısa illüziyada özünüzü aldadırsınız. Əgər bu rolları düzgün istifadə edirsinizsə, sizin 4 rəqəmli qazancınız olur. Həyatınızda çox gözəl bir münasibətiniz olur. Qarşı tərəfdən istədiklərinizi ala bilirsiniz. Nəinki qarşı tərəfdən, qarşı tərəfdəki bütün bəylərdən. Bura atanız da daxildir, qardaşınız da daxildir, qohumdakı kişilər də daxildir, ətrafdakı bütün insanlar da daxildir. Siz nə vaxt ki, daxilinizdə artıq atanızı güclü görməyə başlayırsınız, bu rollardan çıxırsınız, artıq mübarizədən çıxırsınız. O zaman sizin həyatınızda hər bir şey reallaşmağa başlayır. Çünki siz düşünün ki, pul istəyirsiniz, nə bilim, partnyor istəyirsiniz. Amma gedib qıraqda ana atanızın sevgisini qazanmaq üçün və yaxud da ki, onlara protest etmək üçün mübarizə aparırsınız. Bunlar da qalıb burada. Sonra da deyirsiniz ki, yoxdur partnyor, yoxdur məni sevən biri, yoxdur mənə dəyər vermir. Bəlkə də siz partnyorunuza dəyər vermirsiniz. Bəlkə də sizin məqsədiniz tamam başqadır. Sizin məqsədiniz ana atanın sevgisini qazanmaqdır. Sizin məqsədiniz partnyordan dəyər görmək deyil axı. Partnyordan nəsə almaq deyil axı. Əlbəttə ki, partnyor bu zaman zəifləyib kasıblayacaqdır. Çünki onun yanında siz varsınız, siz burada mübarizə edirsiniz. Həmin insan da orada qalıb tək, ona enerji ötürən birisi yoxdur. Sonra insanlar başlayırlar sosial şəbəkələrdə paylaşım etməyə. Evlənmək yaxşı deyil, evlənmək çox məsuliyyət tələb edir, işləyin, öz biznesinizi qurun, ondan daha yaxşıdır. Siz özünüz hər şeyi bacararsınız, sizin heç kimə ehtiyacınız yoxdur, münasibət lazım deyil, kişilər lazımsızdır. Onu deyən insanlar atalarını zəif görən insanlardır. Ona görə də İnsanlar da baxır, evlilik məsuliyyət deməkdir, evlilik kədər deməkdir, evlilik sərhədlərin pozulması deməkdir, evlilik dəyərsizlik deməkdir. Və mən evlənmək istəmirəm, mən münasibət qurmaq istəmirəm, həyatımda kişi olsun istəmirəm. Niyə qorxuram? Qarşı tərəfdən, qarşı insanlardan belə bir duyğular gəlir mənə. Bu zaman nə baş verir? Biz ən böyük enerji baçokumuzu itiririk. Düşünün ki, sizin həyatınızda sadəcə sizsiniz. Hər şeyi özünüz edirsiniz. Baxın, münasibət qurmaq istəməyənlər, bu arada bu xatırlamışkən bunu da deyim, münasibət qurmaq istəməyənlər əslində xilaskarlıq rolunda olan insanlardır. Düşünürlər ki, mənim münasibətə ehtiyacım yoxdur, mən hər şeyi özüm edə bilirəm, mən hər şeyi bacarıram, mənim qarşı tərəfə ehtiyacım yoxdur. Buna görə də münasibətə girə bilmirlər əslində. Və nə vaxt ki, siz münasibət qurmursunuz, siz ən böyük gücü, ən böyük enerji baçokunu itirirsiniz. Hal-hazırda mənim həyatımda, mənim münasibətim, mənim birbaşa sağlamlığıma, mənim biznesimə, mənim işimə, karyerama, münasibətimə, rəfiqələrimlə olan ünsiyyətimə, hal-hazırda bütün sağlamlığıma təsir edir. Davamlı şəkildə kənardan mənə enerji gəlir. Partnyorum mənə enerji ötürür. Əlbəttə ki, mən ona enerji ötürürəm, o da mənə enerji ötürür. Buna görə mən işlərimdə 2 qat uğurlu oluram. Çünki davamlı şəkildə mənim yanımda mənə dəstək verən, mənə dəyər göstərən, yeri gələndə məni qoruyan, məni yönləndirən,
Mənim səhvlərimi düzəltməkdə mənə köməklik edən, hər zaman yanımda olan bir partnyorum var. Baxın, siz münasibət qurmadıqda bunu qaçırırsınız. Daha böyük pulları qaçırırsınız. Çünki partnyor da bir tərəfdən qazanıb gətirir, sizin üçün edir. Ailəsi üçün edir, əgər evlisinizsə. Əgər münasibətdən qaçırsınızsa, bunlardan qaçırsınız. Və böyük bir baçoku itirirsiniz. Və siz yarım kimi hiss edirsiniz hər zaman özünüzü. Əlbəttə ki, münasibətdə partnyorunuzun olmaması sizin yarım olduğunuz mənasına gəlmir. Amma siz daxilinizdə həmin boşluğu hiss etdiyiniz üçün özünüzü yarım hiss edirsiniz. Və sizin yenə enerjiniz axır. Enerjiniz axdığı üçün yenə də digər sahələrdə uğurlu ola bilmirsiniz. İstədiyiniz məbləğləri qazana bilmirsiniz. İstədiyiniz münasibəti qura bilmirsiniz. Artıq neçə gündür ard-arda mənə davamlı şəkildə mesajlar gəlir müştərilərimdən ki, mən münasibət qura bilmirəm. Niyə axı? Artıq yaşım 30-dur, 35-dir, 40-a doğru yaxınlaşır. Evləndim, uğurlu olmadı, boşandım, artıq münasibət qura bilmirəm. Hələ də nə edirlər? Köhnə partnyorlarına sevgi axıdırlar, enerji axıdırlar. Hı -hı. Deməli, mənim 35 yaşım var, hələ qəlbimdə sevdiyim olmayıb, heç bir kişi mən tərəfə addım atmır, məndən qaçır. Çünki siz ürəyinizi qarşı tərəfə açmırsınız. Niyə? Nədən qorxursunuz? Sevilsəniz nə baş verəcək? Hansı valideyniniz davamlı şəkildə sizdən qaçdığını düşünübsünüz? Ona görə də hal-hazırda proyeksiya edirsiniz bu insanlara, bəylərə. Onlar da sizə yaxınlaşmaq istəmirlər. Çünki daxildə dəyərsizlik duyğusu da çoxdur. Mən dəyərsizəm, heç kim məni istəmir. Və o enerjini də ötürdüyünüz üçün insanlara heç kim sizə yaxınlaşmaq istəmir. Heç kim üçün maraqlı deyilsiniz. Çünki bütün enerjinizi bəylərlə ünsiyyət qurmaq əvəzinə, münasibət qurmaq əvəzinə yalnız xərcləyirsiniz nəyə? Mən dəyərsizəm. Mən münasibətə layiq deyiləm. Mən sevilməyə layiq deyiləm. Mən hörmətə layiq deyiləm. Bizdə 4 ildir münasibət korlanıb niyə? Bu sualın cavabı sizdədir. Niyə korlanıb? Nə baş verdi ilk öncə? Sualların hamısına baxım. Yoldaşınız küsdüsə, hal-hazırda, deməli siz xilaskar rolundasınız. Yoldaşınızı zəif görürsüz. Yoldaşınız nəyə görə evdən çıxıb gedibdi? Çünki hal-hazırda özünü qurban rolunda hiss edib, özünü zəif hiss edib, sizin məsuliyyətinizi götürə bilməyib, sizi idarə edə bilməyibdir. Çünki siz kontrolu onun əlinə buraxmamısınız. Həmin insana aqressiya göstərib onun sərhədlərini pozmusunuz. Həmin insan da artıq orada özünü görmədiyi üçün əlbəttə ki, çıxıb gedibdir. Deməli, siz nə etməlisiniz? Xilaskarlıq rolundan çıxmalısınız ilk öncə ailənin məsuliyyətini götürməkdən və daxildəki aqressiya rolunuzla işləməlisiniz. Atanıza qarşı o qədər böyük aqressiyanız var ki, bu qarşı tərəfi əzməyə səbəb olub, sərhədlərinin əzilməsinə səbəb olub və artıq o çıxıb gedib. Çünki o aqressiyalı bir xanım istəmir. Sadəcə ona enerji verəcək, ona dəyər verəcək bir xanım istəyir. Bəs siz belə bir xanıma çevrilməyə hazırsınızmı? Hazırsınızsa təlimlərdə və sessiyalarda gözləyirəm. Bu arada bizim artıq klubumuza qeydiyyatımız başlayıb. Fevralda çox gözəl klubumuz oldu. Xanımlarımız mənə çox gözəl nəticələr göndərib sevinirəm. Klubumuz mart ayından sonra davam edəcəkmi bilmirəm. İlk və son dəfə ola bilər. Ona görə də mütləq hər birinizin qoşulmağınızı istəyirəm. Demək olar ki, hədiyyədir sizə. Çünki çox minimum qiymət qoymuşam, amma bizim orada çox dərin praktikalarımız olacaqdır. Böyük təlimlərdə olan praktikalardan götürüb hazırlamışam. Sırf artıq özünüz üçün bir addım atasız deyə. Bu rollardan çıxasız deyə klubumuz vasitəsilə qiymət 30 manatdır. 30 manat sadəcə bir ay ərzində dərindən öz üzərinizdə işləyəcəksiniz. Mənim sessiyalarım 80 manatdır. Sessiyaları təkbətək gələn xanımlar da var. Bir ay ərzində mənimlə davamlı şəkildə 300 manatdır.
Amma ki siz sadəcə 30 manata bunu əldə edə biləcəksiniz. Hər gün suallarınızı yönləndirəcəksiniz, texnikalarımız, tapşırıqlarımız olacaqdır. Qurban rolundan çıxacaqsınız. Yox, əgər yenə də mənim pulum yoxdur, partnyorum mənə pul vermir və yaxud da ki, yox hələ məndə alınmır və yaxud da ki, mən başqa xilaskar gözləyirəm ki, gəlsin məni xilas etsin, qala bilərsiniz qurban rolunda. Baxın siz hansını istəyirsiniz. 3 yaşımdan ata qayğısı görməmişəm. Ata qayğısı görmədikdə bu qayğı daxilimizdə olmadığı üçün kişi qayğısı da görə bilmirik, partnyor qayğısı da görə bilmirik. Ona görə də münasibət qura bilmirik. Münasibət qursaq da qarşı tərəf bizə qayğı göstərmir. Buna görə də biz sessiyalar vasitəsilə öz daxilimizdəki o dəyəri, o qayğını formalaşdırmalıyıq ki, mənə olar. Şuuraltı nə düşünür? Uşaqlıqdan mən qayğı görməmişəmsə, ata sevgisi görməmişəmsə, bir kişidən sevgi görməmişəmsə, deməli mənə icazə yoxdur. Mənə olmaz. Və həyatına elə insanlar çəkir ki, ona qayğı göstərməyən, ona dəyər verməyən insanlar. Çünki mənim üçün, şuuraltı üçün təhlükəsiz budur. Ona görə də hansı kişilər ki, qayğı göstərir, o kişilər sizə yaxın gəlmir. Gəlsə belə sizin yanınızda görür ki, sizin qayğıya ehtiyacınız yoxdur. Hər şey enerjidir, hər şey qarşı tərəfə ötürdüyünüz enerjidir, hər şey qarşı tərəfə ötürdüyünüz davranışlardır. Qarşı tərəflə necə rəftar edirsinizsə, hansı enerjini ötürürsə, sizin bütün münasibətinizi idarə edir. Texnikalar bizim klubumuzda olur. Bu bizim ödənişsiz hissəmizdir deyə mən burada sizə əsas hal-hazırda nədə olduğunuzu analiz etmənizə köməklik edirəm. Texnikalar, tapşırıqlar çox dərindir. Ona görə də onlar klubumuzda olur. Alma-vermə balansını qorumaq üçün. Çünki mən burada sizin üçün ödənişsiz nəsə də etsəm, bilirəm ki, onun çox faydası olmayacaqdır. Çünki kainat elə belə işləmir. Siz əgər bir şeyin qarşılığını vermirsinizsə, onu ala bilmirsiniz. Ona görə də çox insanlar partnyorundan heç vaxt istədiyi heç bir şey əldə edə bilmir. Çünki davamlı şəkildə ver qurban pozisiyasından. Qarşı tərəfə enerji belə ötürmürsə, mən vermək deyəndə fədakarlıq etmək və yaxud da ki, davamlı şəkildə nələrsə etmək nəzərdə tutmuram. Sadəcə o, qarşı tərəfə gözəl, xoş bir enerji ötürməkdən belə söhbət gedir. Və bu zaman əlbəttə ki, kainat da bizə heç bir şey vermir. Texnikaların da bizim üçün heç bir faydası olmur. Çünki biz verməyi bacarmırıq. Əgər kişiyə nəyisə sübut etməyə çalışırsınızsa, əsasən də özünüzü, deməli hələ də özünüz özünüzə nəyisə sübut etməyə çalışırsınız, valideynlərinizə sübut etməyə çalışırsınız. Niyə çalışırsınız? Niyə özünüzü bu qədər dəyərsizləşdirirsiniz? Niyə də sübut etməlisiniz? Və yaxud da ki, partnyorunuz artıq sizin həyatınızdan çıxıb gedib, bir qərar verib, istəmir. Niyə hələ də qarşı tərəfə müdaxilə etməyə çalışırsınız? Daxilinizdəki dəyərsizlik və sevgisizlik bu qədərdirmi? Bu qədərmi böyük bir boşluq var ki sizdə? Hal-hazırda sizin həyatınızdan çıxıb gedən, sizi istəməyən birini siz geri qazanmaq üçün nələrsə edirsiniz? Bu sualı da özünüzə verin. Və bundan əlavə, baxın, kişilər hər zaman necə davranır? Əgər qarşı tərəf getmək istəyirsə, icazə verirlər. Çünki onlar özlərindən əmindilər. Çünki onlar özlərini sevirlər. Öz dəyərləri yüksəkdir. Qarşı tərəfə müdaxilə etmirlər bu şəkildə. Amma siz sübut etməlisiniz ki, mütləq sən mənimsən. Sən məni sevməlisən. Sən mənim yanımda olmalısan. Bu mütləq olmalıdır. Mən ana atama sübut etməliyəm ki, mən yaxşı qadınam. Mən yaxşı ailə başçısıyam. Mən bunu bacardım. Ata sən məni sevmədin, amma başqa bir bəy məni sevir artıq. Sübut edəcəm bunu, sübut edəcəm. Baxın, şuuraltı tamamilə bu cür işləyir. Həll etmək istəyirsinizsə seanslara gələ bilərsiniz. Klubumuz başlayır 5 martdan etibarən. Klubumuzda olacaq bu üç bucaqlardan çıxma, bunu gücümüzə çevirmə. Ən əsas nöqtəsi, həz nöqtəmizi dəyişdirəcək. Xanımlarımız hal-hazırda gördüyümə görə
sevilməməkdən, dəyər görməməkdən, tərk edilməkdən və xaosdan, stressdən, təşvişdən həzz alır. Həzz bizim həyatımızda nə üçündür əzizlər? Biz həzz alırıq sevilməkdən, dəyər görməkdən, qarşı tərəfin bizim üçün nəsə etməsi, bizim hansısa məsuliyyətlərimizi öz üzərinə götürməsi, hal-hazırda mənim yoldaşımın uşaqlara baxdığı kimi, daha sonra sizin üçün nələrsə etməsi, davamlı şəkildə sizin qayğınıza qalması, cinsəllikdə gözəl bir həzz yaşamağınız, fizikdə, fizik tərəfdən, emosional tərəfdən, intellektual tərəfdən gözəl bir həzz yaşamağınız. Həzz budur. Amma biz uşaqlıqdan xaos, stres, təşviş, dəyərsiz bir ailədə böyüdüyümüz üçün, bu duyğuları özümüzə yüklədiyimiz üçün biz o hansı ki deyirlər, dalaşmasam bir gün dura bilmirəm. Davamlı şəkildə bundan həzz alırıq. Davamlı şəkildə qarşı tərəfə aqressiya göstərməkdən, qarşı tərəflə oyun oynamaqdan, qarşı tərəf qurban roludur, biz xilaskar roluyuq. Qarşı tərəf qurban roludur, biz aqressiya göstəririk, bundan həzz alırıq. Davamlı şəkildə problemlər, çətinliklər, həmçindəki pulla münasibətdə də nədən həzz alırsınız? Pul qaçır, siz arxasınca qaçırsınız. Pul qaçır, siz arxasınca qaçırsınız. Davamlı şəkildə onu qazanmağa çalışırsınız və bundan həzz alırsınız. Çünki həzz nöqtəmiz yanlış qurulub. Bunu necə dəyişdiririk? Klub vasitəsilə dəyişdirəcəyik. Sadəcə 30 manat qiymətə. Bir ay ərzində dərin bir iş. Seanslarda hər şeyi dəyişə bilirsiniz. İstədiyiniz mövzu üzərində seanslarda işləyirik. Seanslarımız 1 saat ərzində olur əzizlər. Və dəyəri həqiqətən də mənim seanslarımın qiyməti çox-çox uyğun qiymətədir. Nəyə görə? Çünki biz burada birbaşa texnika edirik. Texnikadan əlavə də mən sizə tapşırıqlar verirəm. Birbaşa həmin həftədən həyatınızda reallaşdıra biləcəyiniz nəticələr. Burada xanımlarımız var, rəylərdə yaza bilərlər. Hansı nəticələr əldə ediblər seanslarımıza qoşulan. Hal-hazırda vaxt olub qoşula bilməyən xanımlarımız da var, amma seanslarımızda gəlirlər, biz birə-bir işləyirik, nöqtə atış edirik. Həmin həftədən münasibətə başlayan xanımlarımız var, öz dəyərini anlayan xanımlarımız var. Daha sonra mən Instagram səhifəmdə paylaşmışam, partnyoru ona heç bir şey almırdı. Davamlı şəkildə hətta onun gəlirini öz əlinə alıb idarə edirdi. Partnyoru onu idarə edirdi, çünki qurban rolundaydı. Və xanımla seansdan sonra xanım mənlə bölüşdü ki, partnyorum mənə bahalı bir telefon hədiyyə aldı. Və artıq öz gəlirimin, maaşımın kontrolu mənim əlimdədir. Sadəcə bir neçə seansa xanım etdiyi və davamlı şəkildə istifadə etdiyi üsulları dəyişdi. Başqa sxemlər qurduq biz onun üçün. Tamamilə münasibət dəyişdi, çünki münasibət dağılmaq üzrə idi. Xanım boğulurdu artıq. Deyirdi ki, mən azadlığımı hiss edə bilmirəm, boğuluram. Partnyorum yuxarıdan məni davamlı şəkildə elə sıxıb, elə idarə edir ki, mən artıq buna dözə bilmirəm. Və bu zamanda əlbəttə ki, münasibət ayrılığa doğru gedirdi. Həmin xanım ayrılmaq istəyirdi. Amma artıq indi çox gözəl bir münasibəti var. Necə oldu? Texnikalar vasitəsilə. Şüur altına enirik, uşaqlıqda yaşadığımız o proqramı, özümüzə qurduğumuz o proqramı dəyişirik, yerinə başqa bir proqram əlavə edirik, öz istədiyimiz ssenarini qururuq. Burada hər bir şey dəyişdikdə, burada da hər bir şey dəyişməyə başlayır. Hı -hı. Hə. Digər xanımımız isə qızıl hədiyyəsi alan xanımımızdır. Onu da paylaşmışam Instagramda. Fiziki şiddət görən xanımımızın həyatı belə dəyişdi. Var, burada çox danışmıram, Instagramda bölüşürəm. Mən onları oradan baxa bilərsiniz. Davamlı şəkildə münasibətdə təşvişli, stresli olan xanımlarımızın həyatı dəyişdi. Daha rahatlığa doğru getdi. Çünki həzz nöqtəsini dəyişdik. Çünki rollardan çıxartdıq həmin xanımları. Artıq buna enerji xərcləmirlər, artıq uşaq pozisiyasında qalmırlar. Hələ də ana atanı xilas edim, ana atanın sevgisini qazanım rolunda deyirlər. Öz həyatlarını qururlar. Belə əzizlər, suallarınız varsa qeyd edin, yavaş-yavaş bir neçə dəqiqə sonlandıracağım. Neçə günə dəyişir? Klub vasitəsilə bir ay ərzində siz çox gözəl nəticələr əldə edirsiniz. Seanslar vasitəsilə baxır siz hansı məsələ üzərində işləmək istəyirsiniz və həmin məsələ sizdə nə qədər dərindir.
Biz əlbəttə ki, texnikalar edirik, tapşırıqlar veririk, amma xanım bunlardan sonra gedib tapşırıqları etmirsə, yenə də həyatında qurban rolunda qalmağa davam edirsə, əlbəttə ki, onun həyatında yavaş-yavaş baş verir. Yavaş-yavaş o dəyişim baş verir. Amma elə xanımlarımız var ki, seansda gəldi, texnikanı etdik, hər şey başa düşdü. Nəyə görə bu günə qədər bunlar baş verirmiş? Tapşırıqlar verildi, şuur altında hər bir şey işlənildi. Xanım getdi, yeni hərəkət planlarına keçdi. Elə həmin həftədə xanımın həyatında hər şey dəyişir. Hı -hı. Belə. Çox sağ olun qoşulduğunuz üçün. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Suallarınızı yenə də aşağıda mənə yaza bilərsiniz. Mən çalışacağam ki, gündəlik sizin üçün tapşırıqlar da göndərim. Bir çox məlumatlar da göndərim ki, artıq özünüzü davamlı şəkildə analiz edə biləsiniz ki, necəsiz, nələri doğru etmirsiniz və nəyin üzərində işləməlisiniz. Çalışın mütləq bütün canlı yayımlarımıza qoşulun. Klubumuzda da sizi gözləyirəm. Başa düşürəm seanslara qoşulmaya bilərsiniz. Hələ sizin üçün özünüzü seçmək, özünüz üçün addım atmaq çətin ola bilər. Amma ən azından klubda başlayın. Klubda bir addım atın, öz üzərinizdə işləməyə başlayın. Orada çox gözəl platforma var, qadınlar var, özlərinizdə rahat bir şəkildə işləyə biləcəksiniz. Nəticə əldə etdikcə daha sessiyalarda başlaya biləcəksiniz. Fürsət varkən istifadə edin, çünki düşünürəm ki, birazdan daha böyük təlimlər çıxacaqdır. Daha böyük təlimlər təşkil edəcəm. Onda əlbəttə ki, qiymətlər də tamamilə dəyişəcəkdir. Fürsətlərdən nə qədər çox istifadə etsəniz, o qədər çox həm münasibətiniz, həm biznesiniz, həm işiniz, həm karyeranız, həm həyatınız gözəlləşəcəkdir. Çox sağ olun, minnətdaram. Öpürəm. Hələlik.